Məsumluq nədir? Hacı ağa, məsumluq nədir? Bəli. Yox, imam məsumdur. Yəni nə? Biz şiyə kimi nə etiqad? Pakdır, tamam, sonra səhv eləməz, xəta eləməz, günah eləməz, filan eləməz, filan eləməz. Ümumi şəkildə etiqadımız budur. Sonra kim nəsə əlavə eləyə bilər? Təngələr çəkilsə, ruhiyyəsi dəyişmir. O başqa mövzudur. Kim nəsə əlavə eləyə bilər? Necə? O da qəbuldur. Amma əsas məsələ var. İsməti ismət eləyən nədir? Necə? Eşitmirəm. İradə? Yox, iradə o başqa mövzudur. O elə bir, belə deyək də, məcburdurlar, məcbur deyirlər, o soranın işidir. İsməti ismət eləyən nədir? Ehtimal var, amma özü eləmir. Yox, o ixtiyar, məcbur filan. Yaxşı, vaxt getdi də, eyb. Ay maşallah, ağanın öləninin ruhuna salavat zikr ediyor. Məsumluq, ismət bərabərdir elm. Elm bərabərdir məsumluq. İsmət elm deməkdir, başqa heç nə demək deyil. Bu saydıqlarımız onun təsiri və əlamətləridir. Günah eləmir, niyə? Çünki məsumdur. Xəta eləmir, niyə? Çünki məsumdur. Bu məsumdur nədir, nə deməkdir? Çünki alimdir. O günahın çirkinliyin nədir? Görür. Günahın çirkinliyin nədir? Görür və Allahın bu günah müqabilində qəzəbin də nədir? Bilir. Görür, bilir. Bunlar hamısını bir yerə yığanda nədir? Elm.